Namazı əli açıq qılmaq olarmı? Xeyr. Namaz əli bağlı qılınır. Namazda əllərin açıq olmasına dair heç bir hədis yoxdur. Nə əhl-i kitablarında, nə rafislərin kitablarında heç bir hədis yoxdur. Namazda dayananda, qiyamda dayananda əllərin necə qoyulmağı, o əlləri açıq, ona dəlil yoxdur. Ona dəlil yoxdur. Hətta dəlil olsaydı, hətta uydurma dəlil yoxdur. Bismillahirrahmanirrahim. Və sallallahu ala Muhammedin və alihi ət-tayyibin ət-tahirin. Əziz tamaşaçılar, sizə ağılların pıçıltısı verilişinin növbəti buraxışında salamlayırıq. Bəziləri şiələrin namazda əllərini aşağı salmalarına irad bildirirlər. Əllərin aşağı salınmasını ekranın sağ tərəfindəki şəkillərlə sizə izah edəcəyik. Bu iradı bildirən də təəssüflər olsun ki, Əhl-i-Sünnə məzhəbinin fəqihlərinin və alimlərinin söylədiklərinə müraciət etməmişdir ki, hətta bu məsələ haqda onların nə söylədiklərini bilsin. Bizdə müxtəsər olaraq sizə bəzi mənbələri təqdim edəcəyik. O mənbələr ki, bu məsələ barəsində səhabələrin və alimlərin söylədiklərini nəql edir. Daha sonra onlar haqda fikir bildirərik. Əlbəttə ki, bu məsələ Əhl-i-Sünnə fəqihləri arasında ixtilaflı məsələdir. Barəsində icma edilmiş bir məsələ deyildir. Elə buna görə də başqa məzhəblərə irad bildirilməməlidir. İndi də birinci mənbədən başlayaq, hansı ki, bu ixtilafı sübut edir. Belə ki, İbn Bəttal Səhih Əl-Buxari kitabına şərhində 2-ci cilddə belə nəql edərək deyir. Bu məsələdə alimlər ixtilaf etmişlər. O hansı məsələdir? Ekranda gördüyünüz bu babdır. Namazda sağ əli sol əlin üzərinə qoymaq babı. Sonra deyir, bir dəstə namazda əllərin aşağı salınmasını irəli sürür. Bu haqda da Səhabə İbn Zübeyrdən, Həsən Əl-Bəsridən, Səid İbn Əl-Museyyibdən nəql edilmişdir. Səid İbn Zübeyr bir nəfərin namaz qılarkən sağ əlini sol əlinin üzərinə qoyduğunu görüb, onun əllərini bir-birindən ayırdı. Bu birinci mənbə. İkinci mənbə. Bu da İbn Əbu Şeybənin Əl-Musənnəf kitabıdır, hansı ki, bu məsələ barəsinə fəqihlərdən və tabiinlərdən rəvayətlər nəql edir, əlləri aşağı salmaq məsələsi barəsində. Həmçinin Səhabə İbn Zübeyrdən nəql edir. Gəlin indi birlikdə həmin mənbəni oxuyaq. İbn Əbu Şeybənin Əl-Musənnəf kitabı, 2-ci cild, səhifə 311. Namazda hər iki əlini aşağı salan haqda babı. Əlbəttə ki, bu bab özü kifayətdir, lakin mənanı daha çox aydın olması üçündür. Deməli, 3974-cü rəvayətdə deyilir. Osman bizə belə nəql etmişdir. Yezid İbn İbrahim bizə nəql edərək belə demişdir. Əmr İbn Dinarın belə söylədiyini eşitdim. İbn Zübeyr namaz qılarkən əllərini aşağı salardı. Aşağıda, haşiyədə təhqiqatçı belə deyir, isnadı səhihdir. İndi də üçüncü mənbəyə keçid alaq. Əş-Şəvkaninin Neylül Əftar kitabı, 3-cü cild, səhifə 51. Namazın qılınması babı. İbn Munzir ikinci dəfə adı çəkilən səhabə İbn Zübeyrdən, Həsən Əl-Bəsridən və Nəxəydən belə nəql etmişdir ki, o əllərini aşağı salar, sağ əlini sol əlinin üzərinə qoymazdı. Bunu Ən-Nəvəvi də Leys İbn Səəddən nəql etmişdir. Bu da üçüncü mənbədir. İndi də dördüncü mənbəyə keçid alaq. Bu da Maliki məzhəbinin imamı Malik İbn Ənəsdən qələmə alınan və fiqhi məsələləri özündə ehtiva edən kitabdır. O, bu məsələ barəsində nə deyir? Bizimlə birlikdə qalın. Əl-Müdəvvənə kitabı, 1-ci cild, səhifə 169. Namazda söykənmək, dirsəklənmək və əli əl üstə qoymaq ünvanı. Müəllif deyir, Malik namazda sağ əlin sol əlin üzərinə qoyulması barəsində belə deyir. Bunu vacib namazda görmürəm. O bundan xoşlanmazdı. Lakin nafilə namazlarında ayaq üstə dayanmaq uzun sürərsə, bunun heç bir maniyəsi yoxdur və bununla özünə kömək etmiş olur. Hamımız gördük ki, həqiqətən də Malik vacib namazlarda sağ əli sol əlin üzərinə qoymağı
xoşlamırdı. Lakin nafilə namazlarında bunun bir maniyəsi olmadığını görür. Yəni, müstəhəb namazlarda. Bu Malik İbn Ənəsin rəyidir. Yaxşı, indi də 5-ci mənbəyə keçid alaq. Nur Ələd-Dərb kitabı, hansı ki, bu kitabda İbn Bazın fətvaları nəql edilir. 8-ci cild. İbn Bazdan namaz qılarkən əlləri aşağı salanlar barəsində soruşdular. Bunun hökmü nədir? Cavab: bu sünnəyə xilafdır və məkruhdur. Yəni, namazda əlləri aşağı salmaq məkruhdur. Sünnədə isə hər ikisi birləşdirməkdir. Yəni, sinənin üstündə sağı solun üzərinə qoymaqdır. Sünnə elə budur. Əlləri aşağı salmağa gəlincə, bu sünnəyə xilafdır. Lakin, namaz səhihdir, əməl isə məkruhdur. Məsələdə son hədd bu əməlin məkruh olmasıdır. Lakin, əgər biri əllərini aşağı salsa, namaz səhihdir. Necə ki, bunu İbn Baz demişdir, Malik demişdir, Səhabə İbn Zübeyir və digər böyük fəqihlər demişlər. Odur ki, ey irad bildirən, kaş ki ilk öncə müraciət edərdin, bu məsələni oxuyardın. Öz kitablarında fəqihlərinin, alimlərinin və səhabələrin rəylərini görərdin. Sonra şiyəyə irad bildirərdin.